Salam hər vaxtınız xeyir, əziz tamaşaçılar, dəyərli futbol sevərlər. Bura möhtəşəm stadion, Laçın futbol stadionudur. Bugün burada UEFA Məhəllə Liqası 5-ci oyuna start verəcəyik. İlk öncə gəlsə heyətləri təqdim eləyin, start fiti verilir. Oyun başlayır, Laçın Futbol Klubu iş toxunuşu yerinə yetirir. Gəlin heyətləri təqdim eləyim. Laçın Futbol Klubu qapıda qoruyan 99 nömrə Kazım Əsənzadə. Sağ, sol cinahlarımız İlqar Məmmədov və Ümid. Müdafiəçimiz isə Kamran Cəfərli. Əl oyun yoxdur, oyuna davam. Zərbə və Erol yerində. Təkrar zərbə və Hüseyin yerində ilk zərbə. Sabahın qapısının qarşısında zərbələr yenə yetirilir. Bəli, bugün Qarabağın da oyunu var. Bildiyimiz kimi. Komandamıza uğurlar diliyirik. Möhkəm qələbə gözləyirik Qarabağdan. İndi hücumumuz başlayacaqdı ama burada Erol. Erol'da top, Erol. Erol'dan indi İlqar Məmmədov kesti, İlqar Məmmədovdan yeniden Ayhan. Əks hücum başlayır burada, Ayhan irəliyir. Özü gedir və Ayhandan tərk eləyir top. Toxunuş yoxdur və qapıdan azad zərbə. Özüm getməyim, lağarım. Sen başla, tamam. Buyurun. İndi İlqar Məmmədov, əks hücuma, İlqar Məmmədov burada Erol'dan möhtəşəm seyv gəlir. Burada pas verilməlidir. İndi Ayhan keçir, zərbə çəkir və Kazım Əsənzadə. Yerində İlqar Məmmədov indi əks hücuma və burada Erol möhtəşəm pas atır Ayhan'a və burada ağac icazə vermədi o top geçsin. İndi bizim hücumumuz başlayıb. Cəsur burada top itirir. Verir ama burada. İlqardan çıxıb düzdür, toxunuş yoxdur. İndi burada cüzi bir səhv var idi. İndi Ayhan. Burada səhvlik var yenə. Ayhan'a gəlir top yenə. Və Ayhandan çıxır. Qeyd edək, bugün müdafiəçilərimizdən Yusuf Hüseynov yoxdur və Erol'dan top tərk edir. İlqar Məmmədov aldı, yeni yetirir və Hüseyin yerində. İlqar Məmmədov, burada səhvlik var, Kamran. Heç bir şey yoxdur, oyuna davam. Və Erol'dan çıxır. Alt yerinə yetiririk. Təkrardan başlap demişəm. İlqar Məmmədov və uzun çıxır. İndi Sabahın qapısından Hüseyin'dən gözəl bir başlanğıc Cəsura. Cəsur burada yeni Ayhan'la oynayır. Ayhan əks hücuma başlayıb və Ayhan'dan çıxır. Bəli. İndi İlqar Məmmədovun üstünə gəlir və Erol'dan, yox İlqar Məmmədovdan çıxır. İndi əks hücum və çıxır top. 0-0. Oyun başlamamışdı. İlqar Məmmədov zərbə! Üstürəl. Deyir maşına yavaş sürsün özdə. Başladı Sabahın qapısından. Hüseyin indi. Burada əks hücum başlayır Ayhan. Arxa müdafiə yerindədir. Kamran qayıtsın arxaya. İndi İlqar Məmmədov, İlqar Məmmədov. Pas lazımdır. İndi burada yenidən pas lazımdır. Ver artıq bu pası. İlqar burada. Arxa müdafiə qayıdır. Laçın Futbol Klubunun. İndi burada 50 oyun saxla. İşte zərbə və burada top çıxırdı. İlqar Məmmədovdan top çıxır.
İndi Sabahın roundu yerinə yetirir burada. Cəsurdan yenidən Ayhana. Ayhan. Burada möhtəşəm idi amma burada dəyərləndirə bilmir Cəsur. İndi əks hücum başlayırdı və Erol topu çıxarırdı. Qaqa topu qayıtır. Round yerinə yetirilir. Ayağa bax, ayağa. Oyunun 6-cı dəqiqəsi gedir. Heç bir şey yoxdur. İndi Ayhan keçir. İlqar Məmmədov topu götürür. İndi bizim əks-hücumumuz İlqar Məmmədov. Uzaq getdi amma. Top Eroldan tərk eləyir. Dağıntıla İlqar Məmmədov başlayır. İndi zərbə amma Kornel. Yeni itirir zərbə. Yox, toxunuş yoxdur. Oyunun 7-ci dəqiqəsi hesab 0-0. Nətər tutsunlar? Başla. İndi burada pası görə kimə verəcək? Ayhan Cəsura verir. İndi köçür də. Zərbə çəkir Kazım Əsədzadə yerindədir. Davam. İlqar Məmmədov və Hüseyn topu uzaqlaşdırır. Yenidən təkrardan Ayhan topu çıxarır. Qapıdan azad zərbə, heç bir şey yoxdur. Zırlamaq var. Sınav çəkiliş. Üçün yaxşı danışıyor. İndi İlqar Məmmədov azad zərbəni yeni yetirir. İlqar Məmmədov uzun ötürmə. Toxunuş yoxdur. Oyunun 8-ci dəqiqəsi. Toxunuş yoxdur. Burada Ayhana gəlir top Ayhan. Cəsurlar. İndi Cəsur burada biraz səhvlik eləyir. Amma öz vəzifəsinə götürür, topu gedir və burada İlqar Məmmədov da qoya bilmir. İndi burada Cəsur biraz gecikdi pası vermək üçün. Davam. Yusif Hüseynov az bir neçə dəqiqələr sonra oyuna daxil olacaq. Kamran Cəfərli çıxacaq. Bəli, oyuna Yusif Hüseynov daxil olacaq. Qapıya keç Kazım, azad zərbə başlayırsınız. Erol sakatlanadım. Ne oldu ki? İndi ümid başladı. İlqar. Ayhan qapının önündə zərbə və Kazım yerində. Əla Kazım. Möhtəşəm. İndi İlqar keçmək istirdi, lakin müdafiə icazə vermir. Ayhan yenidən zərbə və Kazım yerində və yenidən zərbə Cəsurdan. Yenidən tərk olunur. İndi topun başında İlqar Məmmədov. İlqar başladı Yusifə. Yusif. İndi İlqar. Lakin burada bir xeyr. İndi Ayhan qapıya yaxınlaşdı, zərbəsini çəkir və çıxdıdır. Burada səhvlik oldu.
Ümid verir İlqara. İlqardan geri pas Ümidə. Lakin burada İndi Ayhan. Burada Ümid icazə vermirdi. Zərbə və burada səhvlik var. Əla. Əla Hüseyin. Möhtəşəm bir qurtarış gəldi Hüseyindən. İndi İlqar zərbəsini çəkir və Cəsur icazə vermir. İndi yenidən İlqar zərbə çəkir və gol! Əla! Laçın Futbol Klubu gol vurur. Və 1-0. Başladı. İndi 1-0'dır hesab. Ayhan. İndi Ayhan görə nə edəcək? Bakar Məmmədov baskı qurur və topu çıxartmadı indi. Ayhan. İndi Cəsur öndə başladı. Bunun üçün Yusuf Hüseynov görək verdi, lakin burada səhvlik var. Yerol başladı Ayhan'a. Ayhan burada böyük bir səhvə yol verir və Laçın Futbol Klubu başlayır. Hesab 1-0 Laçın Futbol Klubu öndədir. İlqar Məmmədov başladı, lakin və gol! 2-0! Əla! 2-0 yenidən gol! Əla! İndi isə və çıxmayıb, oyuna devam. Ümid uzaqlaşdırır topu. İndi Erol zərbə çəkmək istirdi, lakin burada verdi pasını və çıxdıdır. İndi Laçın Futbol Klubu başlayır və burada yenidən çıxdı da olur. İndi Erol keçdi İlqarı və burada Erol bir xeyli səhvlik edir və burada yenidən Ümiddən top çıxır. İndi isə Cəsur keçmək istəyir, lakin Ümiddən top çıxır. Cəsur İndi Ümid keçdi indi. Cəsur yaxınlaşdı qapıya bir xeyli. Və burada İlqar Məmmədov yenidən top almağı bəcərdi. Zərbə çəkir və Yusuf Hüseyin yerində özürlü sayarsınız.
İndi yenidən zərbə çəkilir və gol. 3-0. Möhtəşəm 3-0. Cəsur başladı. Sentrı keçdi. Cəsura verdi Ayhan pasını. Ayhan Cəsur zərbəsini çəkir, lakin pasını verdi Cəsur, lakin burada səhvlik oldu. İndi isə İlqar Yusifə verir. Yusif səhvlik etdi, lakin burada və gol! Sabah Futbol Klubu gol vurur. İndi isə Ümid Center başlayır. Verdi İlqara. İlqar gözəl pas gəldi burada, lakin çıxmayıb. İndi Cəsur səhvlik etdi. Cəsur yenidən Ayhana. Ayhan zərbəsini çəkir, lakin bu zərbə biraz qeyri-dəqiq oldu. İndi isə qapıdan zərbə olacaqlar. İndi İlqar Məmmədov. İlqar keçdi indi. Hələ tamaşaçılar 3-1 oyun davam edir. Bir neçə dəqiqələrdən sonra qarşınızda İlkin Məmmədov danışır. 3-1. Mən nə demişdim? Bu oyun 2 gol. intiqam oyunu deyilir. İndi üst dirək. Üst dirəkdən gəlir zərbə. Atmosfer var. Möhtəşəm. İndi Cəsur burada yenə geçkir pas verməyə. İndi Ümiddən İlqar Məmmədov, indi burada səhvlik var. Ayhan zərbə qeyri-dəqiq. İl Ayhandan tərk edir. Oyunun 3-1. Golların ikisi. Şimdi uzan oturma. İndi Ayhan keçir. Bir xeyli keçir komanda yoldaşlarım. İndi Ayhandan gözəl ötürmə gəlir. Zərbə yenə ağa çıxarır top. İndi uzun ötürmə və çıxır. İndi Hüseyin başlıyor indi. İlqar Məmmədov. Yerol zərbə. Təkrar zərbə ola bilərdi amma Erol çıxarır topu. 4-cü gol ola bilərdi. İndi İlqar Məmmədov'dan Hüseyin biraz burada zəif. İndi bütün komanda arxaya. Cəsur və gol! Sabah hesabı 2 gola çatdırır. 3-2. Laçın Futbol Klubu yenə də üstündür. Ümidlər sıxılmır. Start fiti. Gözlə. Yenidən başla, yenidən. Təzdən.
İlqar Məmmədov indi müdafiə cinahına dəyişir. Burada yenə səhvlik var idi. Zəif gəldi Cəsurun üstünə. Bəlkə də qol çevirə bilərdi topla. İndi Yusif Hüseynova pas gəlir. Yusif Hüseynov. Yusifdən İlqar Məmmədova. İlqar Məmmədov 50 oyun yoxdur. Və Ayhandan çıxır. Out. Gedir Yusif Hüseynova. Burada zəif gəldi. Gözəl gəldi amma pas burada dəyərləndi. Birində Yusif Hüseynovun hücumun. Yusif Hüseynov keçir. Və burada cıçı topu əllərini alır. İndi qapıçıdan tərk eləyir. Out Laçın futbol klubunun. Artıq 2 dəqiqə sonra birinci isə bitəcək. Görək neçə dəqiqə artıracaq. Zərbə çəkilir qeyri-dəqiq. Relax. Ay qapıya gəlsə burağa. Tramvay vurur. Evet, tramvay yoktu. Nəsə yoxdur. Var. Özündən qayda çıxardır. Ara nerede? Başlayıb ve topu. Yusif Hüseyin indi burada oldu. Acı hərəkət gəlir ayağından. Arxaya pas. İndi Erol. Burada İlqar Məmmədov indi hücum başlayır. Sabahın. Keçir və İlqar Məmmədov topu kız zərbə. Ümid orada. Bravo. Bəli, kameralarda Yusif Hüseyinov göstərirlər. İndi zərbə qeyri-dəqiq. İlk sən bitməyinə saniyələr qalır. Arxa müdafiə yıxılsın. Son dəqiqalarda. Stafti verildi. İndi görək kim vuracaq bu zərbəni. Zərbə seçilir və qeyri-dəqiq. İlk hissəyə son 4 dəqiqə artırılır. İlk hissəyə 4 dəqiqə. Sağ diaqonala möhtəşəm pas gəlir. İndi görək kimə verəcək pas. Özü gedir və Erol burada. Qarşıdan ala bilmir amma yenə top çıxır. Sabahdan qapıdan hazır zərbə. Möhkəm vuracam. Gördüyümdə yavaş vuranda alır. 3-2. Ayağım var. İndi burada yenidən Cəsur al. Sağ diaqonal burada. Zəng pasıydı və çıxır. Biraz qaça bilsəydi. Burada Ümid anlı yenə yetirir. Yusif Hüseynova. Yusif Hüseynov. Yusif Hüseynov zərbə çəkəcək. Son pas gəldi. Amma zərbəyə baxın. Son dəqiqə xəbəri ilə Qarabağla Westernin oyunun kadroları açıqlanıb. Girib baxa bilərsiniz. Biz də Qarabağa uğurlar deyirik. Birinci təsdiq mərhələsi UEFA Avropa Liqasında. Yəqin hər kəs bu videoya baxan hər kəs Qarabağın oyununa da baxacaq. İndi Erol sağdan gedir. Pas gözəl idi. İndi Yusif Hüseynov uzaqlaşdırır. Sona qədər ümid var. İndi toxunuş yoxdur, davam. İndi burada yenə səhvlik var. Zor gəldilər indi. Ay pas lazım idi. Yusif Hüseynov zərbə. Ay vur artıq. Kornel. Yıxıla da zərbə çəkdi amma qapçı yerindədir. İlk hissənin artıq bitməyinə son 1 dəqiqə. Start. İlqar Məmmədov aldadı zərbə. Erol yerində 50 oyun, bəli, 50 oyun qərarı, bəli. Ama yoktu da.
Ştraftır. Ha, promo yoktur. Start fiti verilir. İndi Yusuf Hüseynova, indi İlqar Məmmədova. İndi əksizin başlayır və top qıraqdan keçir. Gərək Cəsur bu topa zərbə çəkməliydi, yaxın durmalıydı. Çox top qapıya yönəl amma Cəsur soyuqqanlı, arxada qaldı. Son out icazəsi verilir. Ondan sonra bitir bax. Ayhan. Birinci hissə bitdi. Birinci hissə bitdi. Bitdi. Bəli, əziz tamaşaçılar, ikinci hissə bir neçə saniyələr, bir neçə dəqiqələr sonra başlayacaq. Qeyd edək 3-2 Laçın Futbol Klubu öndədir. Git kanalına. Ero. Yanına mı? Kaçta orada? Erol'a ne? Erol'a ne? Sonra. Yanına döneceğiz. Başla. Top sendir xəttinə qoysun. Yusuf Hüseynov da oyuna daxil olur. Çaldıran gelsin girsin oraya. Ayhan, top mərkəzə. Ayhan, top mərkəzə. Gözdən. Mən start verəndə başla, yaxşı? İlk an niye bu kadar az gözlemiştim? Deyil. Başla. Seninki geçir. Sağ olun. Ayhan. Gözdə. Ay hücumçuma. Startı verildi, indi Ayhan. Hücumda İlqar Məmmədovdan top çıxır. Alındı indi. Ayhan əks hücum sağ tərəfdən. İndi burada sıxmışıq rəqibi. Qoymuruq keçsin xətti. İlqar Məmməzi və Kazım Həsənzadə çıxarır. İlqar Məmmədov ya Erol. Ay Eroldan tərk eləyir top, bəli. Arxaya qayıtmaq lazımdır sabahda. Ayhan qabaqdadır. Zərbə və toxunuş, bəli, yenidən out. Zərbə çəkilir və çıxır. Yerə Yusufu da gözləmək lazım idi orada. Arxaya qayıtmaq lazımdır. Ona başlayacaq dəqiqə. İndi burada gözəl pas gəldi Ayhana. Ayhan sürətini yığar. Üst dirək çox möhkəm zərbə çəkir. Saatda 200-lə gedir. Yok Fenerbahçe. Çünkü biz Fenerbahçe'yiz. Biz gayet İlqar Məmmədov və burada möhtəşəmsən. Arxa müdafiə qayıtsın. İlqar Məmmədov yerindədir. Yıxılır. Topun qabağını kəsir. Hava. O tarafa gezin, ben buradaydım. Hakim taşırdan olan çalışma. İndi Ayhan zərbə çəkir və çıxır. Ayhan nəbzi yoxladı. İçine gidiyoruz. Ay gözlüğüm. Gözde. Start verilir. Topun arkasında
başlayır ve çıçı yerinde. Şimdi burada Ayhan'a möhtəşəm pas geldi Ayhan. Cəsura zərbə və gol. Center və hesabı 3-3 bərabər. İkili müdafiə arxaya. Start. Cəsur elə vurdu ki, hat-trick elədi. Hat-trick. Bu günün qəhrəman hat-tricki də biri də Cəsurdur. İndi təhlükəli gəldilər. Cəsur mövqeyində qalmadı orada. Start verilir. Burada və ay. Bu nə zərbə idi? Pasın gözəlliyi, zərbənin pisliyi. Başlayıp. Ay, boş qap. Batıyor. Oyunun 36-cı dəqiqəsi gedir. Hesab 3-3. 6 dəqiqə hesab 3-3 olur. Bana ne verirler? Çiğor dəlirsin yanma. Canadır olmuş. Stafti verilir. Başladı da. Kim zərbə verəcək? İndi özü gəlir və çıxır. Toxunub da qapçı. Görək Yusuf Hüseynov nətə başlayacaq onda. Kimə başlayacaq? Qapıya başlayır. Zərbəsi. Ay. Bəlkə buraxsaydı qapıya dəyə bilərdi. Arxa müdafiə lazımdır. Arxa lazımdır. Ben müdafiye yani. 3 bucaq. Yusuf 3 bucaq. Yusuf Hüseynov qoruyur bu topu. Qapıya qoymur. Oyun 38-ci dəqiqəsi. Ayhan topun arxasında verir Cəsura. Erol Cəsura. Cəsur Ayhan'a. Ayhan zərbə qeyri-dəqiq. Erol, necə bıraktım Erol? Erol, necə bıraktım? Oy, o nə sərbazardır, ora vurmağı nə sərbazardır? Gözlə. Ama başlamıyor, bu oyuncu gelmeyiptir. Stafti verilir. Aman Yusuf Hüseynov. Burada Yusuf Hüseynov yine keçir. Messi'ni tozda koyur. İndi Ayhan. Yine səhvli və Kazım Həsənzadə. Bir nəfər ola bilər. İndi bizim əksüzümüz. Biraz cəhdəlmək lazımdır bu əksüzüma. Yusuf Hüseynov keçir.
Devam. Tamam. Değmir. Alt değmir. Özü alan canlandırır. Çıkıp. İndi Erol'un ayağında top. Erol. Hiçbir şey yoktu. Yusuf Hüseyinov zərbə! Və Hüseyin yerində. Sen bir sen de sen. Mən gördüm. Arxada. Görmüsən gülürdüm pas. Lap elə. Zərbə və Erol təkrar zərbə. Hüseyin yerində. Atma sen de gördün orada. Aga ben o görmedim ama hakemi düzeltmişim de halleleyeceğim onu. Kırmızı mı? Çalışır dışarı. Ben oynamıyorum ama ben Taktik. Ağaçtan qaydır. Qırx birinci dəqiqə. İlqar Məmmədovdan çıxarır. Qapıya da vermək olardı onu. İndi burada Ayhan'la mübarizəsi bütün komandaya hiçbir şey devam. Devam. Misir Arjantin devam. Davay. Devam. Ay sıçtım ne oynamıyorum.